Salam əziz izləyicilər. Bu gün həssas məqamlar podkastının ilk bölümüdür və bu bölümdə apayıcınız Mətin Hacıyev və qonağımız isə Talih Yüzbəyovdur və bu günləri çox maraqlı dəyişmə olacaq. Bu ya da həm incəsənətlə, həm rejissorluqla, aktyorluqla, ssenari ilə həyat haqqında, həssas məqamlar haqqında danışacağıq və hazırsınızsa biz danışıqlara keçək. Xoş gəlmisiniz. Xoş gördük. Bu günləri sizlərə suallarım olacaq bəzi və sizi hər tərəfdən yoxlayacağam. Belə deyək ki, sizi birazcıq çətinliyə salacağam. Hazırsınız? Hazıram. Görə nə edəcəksiniz? Getdik. Talih bəy, sizi bir çox insan aktyor və ictimai şəxs kimi tanıyır. Amma sizi bir oğlan kimi tanımaq istəsək, özünüzü bizə necə açıqlaya bilərsiniz? Əsasən də mənə. Bir oğlan Valla bir oğlan kimi nə bilim, onu mən özüm cavab verməyim biraz düzgün deyil. Çünki adam özü haqqında həmişə yüksək fikirlərdə olur. Onu yaxşı olar dost tanışlardan soruşardınız, onlar desin. Məncə amma yəni pis dost deyiləm. Bəli. Gördünüz. Pis oğlan deyiləm. Bəli. Sadəcə bu qədər deyə bilərəm. Özümü çox tərifləmək istəmirəm. Mənim tam istədiyim xüsusiyyətdə. Keçək növbəti suala. Sizi incəsənətlə tanış edən ilk insan kim olub? Məni incəsənətlə ilk tanış edən insan. Açığı, belə bir xüsusi adam olmayıb. Sadəcə olaraq mənim rəhmətli Kirvan var idi, İsmail əmi. Allah rəhmət eləsin. Ölənlərin rəhmətli. O çox şən adam idi. Bəli. Yəni biz onlara gedəndə, hansısa məclis olanda o həmişə nəsə danışırdı, hamı baxırdı, gülürdü. Mənə ilk motivasiyanı verib ki, ayda mən çox utancaq olmuşam deyə, heç vaxt elə məclisdə mərkəzdə olmamışam, mənə maraqlı gəlirdi. Sonra filmlərə baxırdım. İlk incəsənət təcrübəm Beethoven haqqında bir kinoya baxdım. Orada o kinonun o əhvalat mənə o qədər təsir elədi ki, mən də getdim evdən, anamın Sevil kremi var idi o vaxt, qadın əl kremi. Götürdüm onu saçlarıma, yaxdım belə, özümü Beethovenə oxşatdım və mən ilk obrazım oldu. Böyük qardaşım baxdı, belə qapazla vurdu ki, Beethoven saçını deyir, Sevil kremi ilə eləmirdi. Və ilk yəni aldığım, incəsənətdə aldığım şey bu olubdu. Amma heç kəs gözləmirdi mən aktyor olmaq istəyərəm və ola bilərəm. Sadəcə 11-ci sinifdə oxuyanda bir gün başa düşdüm ki, sən demə mən səhnəyə çıxmaq istəyirəm. Zaman teatrı vardı, indi bilmirəm var yoxsa yoxdur. Orada tamaşa, Qədırxum tamaşasında kütləvi səhnədə oynadım və o alqış səsləri, o proses mənə o qədər xoş gəldi ki və son qərarı orada verdim ki, deyəsən mən aktyor olacağam. Bu hisslər mənə çox tanışdır, mən özüm də yaşamışam və aktyorluq yolu ilə davam edirəm. Teatr yoxsa kino? Teatr və kino. Mən teatrda yəni işləmişəm, hal-hazırda kinodayam. Hər ikisini sevirəm. Teatr bir növ həyat yoldaşıdır, kino sevgilidir. Çox istəyərəm yenə səhnəyə çıxım, çox istəyərəm bir teatrda iştirak edeyim, amma yəni seçim qarşısında qalırsan. Çünki hər ikisini eyni vaxtda eləmək çox çətindir. Mən seçimimi kino tərəf eləmişəm. Elə verilişimizin də adı həssas məqamlar olduğu üçün tam uyğundur. Sizə bu gün olduğunuz insana çevirən əsas dərs nə olub? Bugünkü insana mənə çevirən əsas dərs nə olub? Bəli. O dərslər o qədər çox olub ki, yəqin ki, başa düşmüşəm ki, mən hal-hazırda əsas gəldiyim nəticələrdən biri də təslim olmamaqdır.
Çünki mən müəyyən uğur qazanana qədər çox böyük uğursuzluqlarla üzləşmişəm. Vaxtı ikən getdiyim kastinqlərdə, yəni bilirsiniz ki, film çəkilişlərində əvvəl yoxlama olur, kastinq olur. 100%-ində uğursuz olmuşam. Yəni heç bir kastinq olmayıb ki, mən ora gedim və uğurla keçim. Çünki çox sıxılıram. Əslində insanlar elə düşünür ki, insan aktyor olanda biraz belə rahat olur, hər şeylə yox. Əslində aktyorların çoxsu utancaq adamlardır. Bir növ səhnədə öz komplekslərinə qalib gəlməyə və yaxud da kadr qabağında qalib gəlməyə çalışırlar. Mən o uğursuzluqlardan sonra gəldiyi məqam var ki, okey, əgər belə alınmırsa, gərək özüm eləyim və başladım özüm yazmağa, özüm çəkməyə, özüm çəkilməyə. O da gedir ora çıxır ki, yəni təslim olmadı. Aha, qəşəng, təşəkkürlər. Bu ayada onu da qeyd eləmək istəyirəm ki, məndə də kastinqlərdə uğursuz denəmələr olub. Amma inşallah ki, sizlə bir gün çəkilərik. İnşallah. Yəni həyatda hər şey mümkündür, istəkdən və hadisələrin o ana düzgün gəlməyindən asılıdır. Yəni hər şey elə düşür ki, bəzən hər şey yaxşı alınır. Bəzən nə qədər cəhd edirsən alınmasa da, bəzən uğurlu bir üst-üstə düşmələr baş verir. Bu sənət insanlarda güc yox, dürüstlük tələb edir. Bu sual düzdür yoxsa səhvdir? Bu sənət dediniz, aktyor sənəti. Bəli, aktyor. Güc yox, dürüstlük. Hər ikisini tələb eləyir. Çünki zaten ən düzgün oyun dürüst olan oyundur. Yəni sən oynadığın personaja, oynadığın mətnə yanaşman və həmin an nə qədər səmimi olmağın, nə qədər dürüst yanaşmağın obrazı daha canlı və uğurlu eləyə bilir. Amma güc də onun üçün lazımdır ki, dediyim kimi o prosesdən yorulmayasan. Çünki bir obraza hazırlaşmaq bəzən aylarla vaxt tələb edir insandan. Sən gələk düzgün oturasan, mətni analiz eləyəsən, personajın kim olduğunu tanıyasan, onun üçün oturub bir tərcüməyi hal yazmalısan ki, doğulandan bu ana gələnə kimi kim ol, özün üçün, bəlkə də mətndə o yoxdur, sən mətndən çıxış eləyərək onu eləyirsən. Bəli, bəli. Və bir növ özünü inandırmağa çalışırsan ki, mən bu adamam. Və bu da çox güc tələb edir əslində, çünki bu haqda düşünmək və artıq məqam yetişəndə bunu dürüstcəsinə oynamaq qalır. Növbəti sualı vermədən qabaq istəyirəm belə bir şey deyim. Bu sualla bağlı. Mən də ilk aktyorluğa, yəni teatrya çıxdıqda tamaşa oynadıqdan sonra insanlar mənə alqışladı. Mən çox sevindim. Hətta orada bir dənə insan vardı. O məni qucaqladı. Məni o qədər təəssürat yarandırdı ki, sevindirdi ki, davam elətdirmək istədim. Sizdən sualım budur ki, siz məsələn tamaşanı və ya bir filmi qurtardıqdan sonra insanların sizə duyduğu mayağı ön plana alırsınız, yoxsa eləyim gedim deyirsiniz? Zaten bu işi görmək bir növ o geri dönüşü almaq da hardasa. Yəni insan nə qədər desə ki, mənim tamaşaçı fikri maraqlı deyil, yəni onda çəkmə, yəni çək evdə qoy özün baxdı. Yəni biz istər-istəməz elədiyimiz filmə, elədiyimiz məhsula belə deyək, geri dönüş almaq istəyirik. Ən azından tamaşadırsa, tamaşadan sonra o üzlər, o dediyiniz o qucaqlamalar, bəzən elə qucaqlayır, münasibət göstərir. Deyir, bağışlayır, bilirəm sən də məni tanıyırsan. Deyirəm, okey, yəni olur. Çünki mən də heyran olduğum insanlara qarşı o hissləyim ki, elə bilirəm, o da məni tanıyır. Mən də ona toxunmaq, qucaqlamaq və s. istəyirəm. O geri dönüş əlbəttə vacibdir. Yəni bir çəkdiyim filmə kiminsə dediyi xoş söz, ayda mən bu filmi baxdım, belə oldum. O filmdən keyfim yox idi, baxdı, özümə gəldim. Bir çox şeylərə, yəni o geri dönüş çox vacibdir. Bəzən qazanılan pul da əlbəttə yaxşıdır, amma bəzən deyilən elə söz var ki,
Yəni sən olur ki, məsəl üçün bizim axırıncı çəkdiyimiz film, yəni maddi baxımdan uğurlu olmadı, yəni geri dönüş vermədi, yəni pul qazanmadıq oradan. İnsan əlbəttə biraz pis olursan ki, bu qədər əziyyət çəkildi, adam istəyir, bu işdir də, yəni hamı necə işə gedirsə, biz də bu işi belə iş kimi görürük. Amma bəzən elə insanlar elə sözlər deyir ki, verirsən ki, eyb yox, bu 6 ayda pul qazanmasam heç nə olmaz. Amma bu insan mənə belə bu xoş söz dedi. Bəzən o doğrudan onu istələyir. Siz fikir verdiniz ki, və izləyicilər, siz də fikir verdiniz ki, biraz Talih bəyi çətinliyə saldım, gördünüz? Bəli, elə suallar verirsiniz ki. Adam məəttəl qalır. Adam məəttəl qalır. Növbəti sualım belədir. Gənc aktyorlara nəsihətiniz nədir və aktyorluq necə bir hissdir? Artıq nəsihət verən yaşıma çatmışam. Çünki mən də özümü gənc aktyor sayıram, açıq. Düzdür, yazdığım ssenarilərdə bəzən olur ki, öz yaşımı nəzərə almıram. Məsəl üçün, bunu demişəm deyəsən bir dəfə, ssenari yazmışam, çoxdan yazmışam. Sonra üstündən bir neçə il keçir, təzədən qayıdıram ki, bunu eləyək. Orada yazmışam ki, başda oxuyan tələbə. Belə dostlarım oxuyur ki, bunu kim oynayacaq? Deyirəm mən. Talih, sən özünü görmüsən, sən heç tələbə deyilsən, deyilmi? Onda Bakıda işləyən kimsə, yəni bəzən adam unudur yaşın neçə olduğunu. İndi nəsihət verməyə gələndə asan yol deyil. Ümumiyyətlə, aktyorluq çətin sənətdir. Mən özümü bəyənməyən bir aktyor. Mən yəni özümü heç vaxt belə demirəm ki, ayda, mən nə qəşəng, heç vaxt çox nadir anlar olub ki, demişəm ki, bu yaxşı idi, bunu yaxşı eləmişəm. Amma oynadığım rollarda yəni tam səmimi deyirəm. Yəni belə bu bir təvazökarlıq deyil. Tam səmimi ki, mən 90% oynadığım obrazları bəyənmirəm və fikirləşirəm ki, onu çox yaxşı eləmək olardı. Mən tənbəllik eləmişəm bəzi yerlərdə, sadəcə mənim şöhrətimin istifadə eləmişəm ki, okey də, mən nə eləsəm olar yəqin ki. Gənc aktyorlara məsləhətim odur ki, heç vaxt dırnaq arası yanaşmasınlar. Çünki mənim karyeramda elə obrazlar, elə filmlər var ki, təəssüf ki, artıq var. Onu yəni silmək olmur tarixdən. Və mənim yaradıcılığıma baxanda baxırlar ki, okey də, bu pis deyil, belə, yəni, kino elədi ki, əbədidir, yəni qalır. Nə oynadınsa oradadır. Teatrın üstünlüyü onun ki, teatr indidir. İndi pis oynaya bilərsən, gələn tamaşa düzəltməyə şansın var. Kinoda amma nə oynadınsa odur. Ona görə gənc aktyorlara məsləhət eləmək istəyirəm ki, başdan soğudu yanaşmasınlar. Hər bir obraz, hər oynadıqları epizod əbədiyyən qalacaq. Gələcəkdə baxanda onların pis və ya yaxşı aktyor olmaqlarını sırf obrazlara. Ola bilər o potensialı çoxdur, ola bilər daha yaxşı şeylər oynaya bilərdi, amma nə oynayıbsa odur. Oynamadıqları yoxdur. Ona görə işə daha məsuliyyətli və yaradıcı yanaşsınlar. Eşitdiniz, işə yaxşı yanaş. Siz gəldin buraya? Oradan mənə ağıl verməyin. Heç olubmu ki, Talih bəy, bacarmayacağam deyə düşündüyünüz bir an yaşamısınızmı? O anı necə dəyərləndiyə deyə bilərsiniz? Bacarmayan çox olub. Heç yox, çox olub. Yəni, demək olar ki, hər çəkilişdən əvvəl, əgər mən orada həm də rejissyoramsa, o hisslə girirəm ki, görəsən bacaracam bunu. O qədər, elə bil ki, beyin əməliyyatına girirəm. O qədər məsuliyyət, o qədər belə stres yaşayıram. Bəzən elə olub ki, çəkiliş qabağı, hətta sakitləşdirici dərmanlar da içmişəm. Məsəl üçün ki, mən yata bilmirəm, mən bu 2 gün necə yaşayacam. Mənə nəsə bir sakitləşdirici bir şey verin özümə gəlim kimi. Çox olubdu, bacardıqlarım da olub, bacarmadıqlarım da. Yəni, həmişə yəni, bacara bilməzsən. Yəni, insan səhv eləməyə məhkum bir varlıqdır. Yəni, illah da elə bir şey yoxdur ki, sən girdiyin hər işi mükəmməl eləyəcəksən. Yoxdur elə bir şey. Bacaracağın və bacarmayacağın, yəni alınan və alınmayan işlər həmişə olacaq. Əsas odur ki, alınmayan işlərdən dərs çıxardıb, növbəti dəfə o səhvləri eləməmək. Talih bəy, Alatava serialının senaryosunu çox qısa müddətdə yazdığınızı demirsiniz digər podkastlərdə. Vaxt sıxlığı altında işləyərkən yaşadığınız
ən gülməli və ən absurd anlar hansı idi? Valla bizim elə bütün həyatımız, yaradıcılığımız absurd və gülməli anlardan ibarətdir. Amma yenə Çünki 10 seriyanı biz 2 aya səhv eləmirəmsə yazmağa məcbur olduq. Hər gün qaçaqov. Çünki normalda ssenari elə qısa müddətə və elə yazılmamalıdır. Çünki bir draft yazırsan, yəni bir dəfə yazırsan, sonra üstündən keçib düzəldə. Bizim ona vaxtımız olmadı. Ona görə Altava serialında elə bil ki, birinci get-gedə seriallar daha yaxşı olub. Çünki yaza-yaza həm özündə artıq obrazları tanıyırsan, mövzuya hakim olursan. Gülməli bir məqam, valla gülməli və absurd. Absurd elə olmalıdır ki, yəni qısa müddətdə həm yazdıq, həm çəkildik. Öhdəsindən bir təhər gəlib çıxdıq. Gülməli məqam valla yadıma düşmür. Düz çətinə saldı. Dayan, gülməli məqam. Gəl çıx bu işin içindən. Çəkiliş vaxtı olur normalda elə şeylər. Ssenari vaxtı çünki yadıma salamıram. Çətinə saldım məni, bax. Mənə lazım idi. Beynimin dərinliklərinə hara düşüm mən. Dosta zəng. Həssas qrupdan olan insanlar tez-tez cəmiyyət hekayəsində onları görmədiyini düşünür. Sizcə insan öz dəyərini necə anlamalıdır, bilməlidir? Bu çox çətin sualdır mənim üçün. Məncə dünyada belə bir tendensiya artıq formalaşır ki, həmin insanlara xüsusi bir qayğı göstərilmir qəsdən. Yəni onlara ayrı seçkilik olunmur, hamı kimi. Yəni çünki o göstəriləndə xüsusi rəftar olunanda o artıq ayrı seçkilik sayılır. Bəzən ondan belə həmin insanlar narahat olmağa başlayır ki, tutaq ki, niyə ona olmaz, mənə olar kimi. Yəni sən demək məni seçirsən, mənə xüsusi bir belə. Ona görə adi məsəl üçün stand-uplarda belə stand-upçılar onlarla da zarafat edir. Sizi güclü edən Talih bəy, əsas motivasiya nədir? Sevgi, məsuliyyət, yoxsa məqsəd? Hər üçün. Yəni işə sevgi olmasa, ona məsuliyyət formalaşmır. Məqsəd olmasa, ikisi də yenə də havada qalır. Hər üçü birləşir. Çünki əgər bir işi eləyirəmsə, bir ssenarini, filmi yazıramsa, demək mənim bu sahəyə bir sevgim var və mənim ifadə eləməyin nəsə mövzum var. Məqsəd odur ki, mənim demək istədiyim bir söz var. İşə sevgim odur ki, mən bunu məhz bu yolla demək istəyirəm. Məsuliyyət də odur ki, sevgim olduğuna görə məsuliyyət yaranır ki, bu məqsəd, bu sevgini bu məqsədə çevirmək üçün məsuliyyət lazımdır. Yəni, üçünü birləşdirib nəsə deməyə çalışıram. Bəli, bəli. Sizcə məhdudiyyət insanın özündədir, yoxsa cəmiyyətin baxışında? Hər ikisi olur. Bəzən insan özünün müəyyən məhdudiyyətləri, onu nəsə eləməyə, o fikirlər, o komplekslər, aynə deyərlər və s. və yaxud da ki, tənbəllik, o da bir məhdudiyyətdir ki, eləyərəm və s. İnsanı inkişaf eləməyə və hansısa bir məqama çatmağa mane olur. Və bəzən də bunu cəmiyyət eləyir. Yəni, xalqın gözü tərəzidir sözü mənə artıq həqiqət kimi gəlmir. Tam həqiqət deyil. Yəni, bəzən xalq nə deyir, düz deyil də deyil. Sosial şəbəkədə bir mövzuya baxırsan ki, kontenti yaradan yönəldir və insanlar o yönlənmənin dalınca gedirlər. Nə qədər də səhv olsa belə, məsəl üçün, fikir atır ortalığa və bir növ mövqe qoyur, bir növ öz arqumentlərini gətirir və baxırsan ki, əslində bu mövzu səhvdir. Amma onun qoyduğu mövzuya, onun yönləndirməyinə əsasən bir qrup insan artıq o düşüncəyə düşür. Ona görə də mən sırf sosial şəbəkələrdə kommentləri görəndən sonra həmin o xalqın gözü tərəzidir sözü
mənim üçün başa düşürəm ki, yox, deyəsən düzgün işləmir bu apellar sözü. Bəli. Məhdudiyyət həm cəmiyyətdə var, çünki bəzən elə şeylər var ki, cəmiyyət onu vaxtında qəbul eləmir, səhv sayır, amma zaman keçir, başa düşür ki, əslində bu düz imiş. Yəni bunun üçün ən adi misallar 20-ci əsrin əvvəllərində olan Molla Nəsrəddin tənqid elədiyi mövzular ola bilər. İnsanlar adicə övladlarını məktəbə qoymaq istəmirdi. Yəni cəmiyyətdə də, xalq da yox. Və fikirləşirlər, bu səhvdir, qızlarımız tərbiyəsizləşəcək, oğlanlarımız dindən çıxacaq, amma 10 il, 15 il sonra artıq hamı övladını məktəbə aparır və bunun pis bir şey olduğunu, yəni pis bir şey olmadığını başa düşür. Düzdür, o düşüncədə olan insanlar dövrümüzə qədər gəlib çıxıb ki, yox, məktəb oxumaq, təhsil, qadınlar oxumasın, kişilər gedib orada və yaxud bu işlə, filan işlərlə məşğul olmasın. Amma zaman hər şey öz yerinə qoyur. Ona görə məhdudiyyət bəzən insanların, bir fərdin özündə də ola bilər, bəzən cəmiyyətin özündə də. Bəzən müəyyən bir fiziki məhdudiyyəti olan insanlar da sadəcə olaraq elə düşünürlər ki, insanlar onları qəbul eləməz və s. bayaq dediyimiz kimi görməməzlikdən gələr və yaxud da başqa cür yanaşar. Məncə düzgün deyil. İnsanlar cəmiyyətə qoşulduqca, cəmiyyətlə ünsiyyətə girdikcə, özünü qəbul elədikcə bu şeylər düzələcək. Adi məsəl üçün, qardaş Amid idi adı, səhv eləmirəmsə, o məsəl üçün fiziki məhdudiyyətli insanlar arasında yarışma keçirdirdi. Baxırsan ki, və ona o qədər yaxşı bir, həm cəmiyyət tərəfindən, həm o insanlar, hansılar ki, cəmiyyət içinə çıxmaqdan utanırdılar, biraz belə istəmirdilər. Onlar o yarışa qatılıb və bir növ sosiallaşdılar və bu, səhv eləmirəmsə, 2 dəfə keçirilib artıq. Bu çox yaxşı addımdır. Məncə, heç kəsəndən artıq nəticik deyil. Hamı bərabərdir və bu şeyi bir çatışmazlıq kimi qəbul eləmək lazım deyil. O cür addımlarla biz cəmiyyətin münasibətini və özünü dəyişə bilirik əslində. Bəli. Talih bəy, filmdə canlandırdığınız obrazın elə bir hərəkəti olurmu ki, bu sizə məyus etsin, amma həmin obrazda davam edərsiniz məcburiyyətdən filmə sonuna qədər? Açığı elə şey demək olar ki, olmayıb. Olsa belə, əgər bu filmin xeyrinədirsə, yəni bu filmin xeyrinədirsə, hə, mən küsmərəm. Düz əsəbləşə bilərəm, amma küsmərəm. Yox, əgər bu filmin heç xeyrinə də deyilsə, bu sadəcə olaraq həmin adamın bir kaprizidirmi və yaxud da həmin adamın bir özbaşınalığıdırsa, onda müəyyən qədər məsələni həll eləməyə çalışarıq. Olub hətta bir dəfə biz zəhər tuluğunu məşq eləyəndə aktyorlarımız, yəni biz video proba deyirlər, video ilə çəkirik müəyyən səhnəni, oyuna baxırıq, aktyor seçirik. Yepla. Hə? Yepla. Aha. Təkiyə. Bəli. Biz onu çəkən vaxtda bir aktyor həmkarımız aktrisaya çox pis şillə vurdu. Bəli. Senaryoda o yox idi. Və aktrisa dikisində amma oynadı. Belə mən də bundan sonra səhnədə onu vurmalıyam. O qədər pis təsir elədi mənə. Mən də gəlib doğrudan onun boynunun kökündən vurdum. Gözəl, yaz. Plus 994 0. Yəni belə şey elədi, sonra hamımız şey ki, yəni deyirəm düzgün eləmirsən. Yəni sən aktrisaya gözləmədiyin anda şillə vurur. Bu özdə kino deyil də, bu probadır. Yəni biz yoxlayırıq hələ ki. Nəysə, amma belə dostluğumuz var idi deyə mən də ona vurdum. Bir-birimizdən axırda üzr istədik hamımız. Yəni keçdi getdi. Məsəl üçün o şeyi mən bəyənmədim. Çünki niyə? Ehtiyac yox idi indi. Ehtiyac olmadan eləyərsə, yəni hər hansısa bir həmkarım, ola bilər mübahisə eləyə, buna nəsə həll eləyə. Yox, əgər filmə xidmət eləyibsə, bu yaxşı bir şey alınıbsa, mənə yumruq da, təpik də vursa belə, mən onu bir qəbul eləyərəm. Bu podkastı dinləyən və özünü tək hiss edən insanlara bir cümlə ilə nə demək istəyirsiniz? Tək deyilsiniz. Aha. Yəni, heç vaxt özünüzü tək saymayın. Həmişə yaxında bir adam ola bilər. Həmişə yaxında bir adam var.
həmişə elə bir yer var ki, sonra gedib o insanlarla dostlaşa və yaxud da onlardan lazım olan dəstəyi və köməyi ala bilərsiniz. Eşidin. Qəşəng sözdür. Əgər həssas əhali qruplarından olan şəxslərlə bağlı bir film çəksəydiniz, mövzusu nə olaydı və ona hansı adı verəydiniz? Abi, yenə çətin sual. Mənə çox çətin suallar vermişsən bugün. Hasanda da var. Əslində, mövzu olaraq o fikri təlqin eləməyə çalışardım ki, insanlar ayrı seçkilik eləməsinlər. Həddindən artıq qayğı da ayrı seçkilikdir, etinasızlıq da ayrı seçkilikdir. Yəni, hər bir inklüzivliyi olan şəxs, yəni cəmiyyətin bir fərdi üzvüdür. Nisbətən onun necəsə bir köməyə, dəstəyə ehtiyacı ola bilər. Bu fiziki də ola bilər, mənəvi də ola bilər. Mən istəyərdim ki, o filmin mövzusu o insanlarla bərabər, yəni nə çox yuxarıdan, nə çox aşağıdan baxmamaq. Düz, yəni özün kimi baxmaq fikrini təlqin edərdim. Adı da, ən çətin şeydir ad tapmaq. Adını Bax bizdə bol. Dost qoyardım. Çünki birinci dərəcəli dost mövzudur ki, yəni insanlar dost olsa daha yaxşı olar. Bəli, doğru fikirdir. Mənim fikirlərimi deyəsən siz çox yaxşı anlayırsınız. Məndə elə qabiliyyət var. Təşəkkürlər. Talih bəy, bir sualım da var. Məni filminizə çəkərsiniz. O obraz uyğun gəlirsə, əlbəttə. Əvvəl yoxlamaq lazımdır. Təbii ki. Əgər obrazı tam oynamaq kimi, yəni demirəm tam, yaxşı, okey. Yəni, tam nə mənada? Çəkərəm. Çox uzatdı. Çox uzatdı. Neçə yaşın var? 18. 18 yaşlı bir ağbəniz personaj obrazım olsa, mən sənə söz verirəm ki, səni çəkəcəm. Qız oxuyacaq, yoxsa oğlan? Oğlan. Qız da olsa olar, fərqi yoxdur. Oynaya bilərsən yəni. O çox çətindir. Çox çətin. Çox böyük danışırsa. Çox çətin deyil. Asandır. Yoxlanmışam alınım. Yaxşı, yox. Amma onu sosial mediaya verməmişəm, amma planlaşdırdım, amma insanlar nə deyən birinci çətindim, sonra cəsarətimi topladım ki, mən bunu eləyəyəm. Amma cəsarətim bir yerdən sonra qıyıldı. Bunun üçün təşəkkür edirəm qıyan şəxslərə, doğru deyirlərdi. Yəni, performans cəhətdən məni pis göstərərdi. Uyğun obraz olan kimi dəvət edəcəm. Baş üstə, ağlınızda yazarsınız, sağ olun. Sağ olun. Söz verdiniz, ha? Bəli. Sağ olun. Sağ olun. Sizə təşəkkür edirəm və bizi izləyən hər kəsə mən öz minnətdarlığımı bildirirəm ki, bizi izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik sağ olun, növbəti görüşlərə qədər. Bunu da deyim ki, mən olmayacağam. Sağ olun.